İki dənə rejim izahatı istəyirlər ki, bu İran adlanan yerin tamamiyyət ərzi bütövlük qoruma sistemi odur. Bu fəqih usul idarəsidir. Demək ki, o da demək şahçılıq usul idarəsidir. Əla Həzrət, Zillullah, Allahın tərəfinə Məhəmməd deyidilər. Bu demək ki, mülkdarlığın başda Yaqub Ələvi sülaləsi deyir. Yox, Allahın tərəfindən Zillul Sultandır. Xumeyni də, Xameneyi də qoydular, dedilər. Yox, fəqih usul idarəsi bu demək ki, 13-cü demək imamdan da üstündür deyidilər. Yəni ikisi də eyni rejim, bir dənə dövlətçiliyin rejimləridir və ikisi də çalışır, əlan bu dəqiqələrdə çalışırlar. Yaxşı, sən qəzetlərin qarşısını alıbsan, azad qəzetdən söhbət edir, azad jurnalistdən söhbət edir. Partiya yoxdur. Partiyalar yoxdur, qəzetlər yoxdur, açıq söz yoxdur. Televiziya hamısı özlərinindir. Dəfələrlə bunun Azərbaycanda hələ biz də Cənab Prezident Heydər Əliyev zamanında mən bu Azərbaycandan, bu televizyonlardan o vaxt bizi sıxışdırdılar, söhbət edirdim. Amma da gülürdü, nə deyirdi. Amma necə ki Azərbaycanda bu günləri, bu aylar içində rusofillərin demək ki matəmidir, qara köynəklərini geyiblər, bilmirlər neyniyələr və bu tərəfdən demək o İranofillərin də, İranpərəstlərin də, Farspərəstlərin də demək yası gəlib yetişibdir.